Bismillah. Değerli dostlar, bu gün inşallah danışacağız spirtlər və fenollardan deyəcəklər. Dostlar, son olaraq gəlirik fenollara. Fenollarda vəziyyətimiz necədir? Değerli dostlar, fenollar ən sadə nümayəndəsi fenolun elə özüdür. Yəni, benzol nüvəsindən sanki bir hidrogen çıxarmışıq, əvəzinə OH salmışıq. Yəni, bunu qapalı, daha doğrusu açıq formada da bu şəkildə sizin üçün yaza bilərik. Baxın, belə bir şey. Və burada ən önəmli şərt odur ki, OH qrupu bir daha qeyd edirəm, benzol nüvəsinə bilavasitə birləşsin. Sonra dahası fenollarda həmçinin OH sayına görə bir atomlu və çox atomlu ola bilər. Mən bir neçə fenolların nümayəndəsini sizə tanış edirəm. Birincisi, baxın, bu fenol dediyimiz ən sadə nümayəndəsi budur. Elə sadəcə adı da fenoldur, fenol. Hə, indi diqqət edin. Əgər fenoldan, yəni bu OH olan zati möhtərəmdən bir dənə metil qrupu çıxarsa, bu artıq adlanacaq krezol. Buna deyəcəyik o krezol və yaxud da metil nə deyə bilərik? Fenolda deyə bilərik. Krezol. Sadəcə olaraq, bax, nömrələmə buradan başlayır deyə. 2 metil fenol da deyə bilərik, o krezol da deyə bilərik. Dahası, yenə eyni məntiqdir. Sadəcə bu dəfə bizim OH qrupu, baxın, qonşudan yox, biraz da uzaqdan çıxır. Daha sonra metil qrupu. Biz buna deyəcəyik M-krezol. M-krezol deyəcəyik. Fikir verin, bax, buna bir diqqət edin. Bu metronun M-sına oxşuyur. Bax, belə bir şey. Ona görə də buna biz M-krezol da deyirik. İndi OH qrupunu, baxın, tamına aşağıya çəkirəm. Bax, bura. Sanki xəyalən mən bunları bir-birinə birləşdirsəm, molekulu parçalayır. Və buna nə deyə bilərəm? Buna deyəcəm P-krezol. Bunu rahat öyrənək deyə mən sadəcə bu şeyləri terminləndirəməzsəm. P-krezol. Hə, bu arada buna 1,4 başlayayım. Hə, bu arada buna biz 4 metil nə deyə bilərik? Fenol da deyə bilərik. Və yaxud da dediyim kimi P-krezol da deyə bilərik. Dahası çox atomlu fenollarda var. Yəni bir düşünün, bu bizim fenolumuzdur. Buna OH qrupu 1 yox, 2 dənə birləşib. Və yaxud da beyni biraz da çönübdür. Bu bizim fenol, Allahım nə eybəcə iyrənc çəkdim fenolu. Bağışlayın inşallah benzol həlqəsini belə təhkiramı çəkdiyimə görə. Dostlar, birincisini adlanacaq pirokatexin və yaxud da deməli nə deyərik? Benzol diol deyərik. İkincisi adlanacaq pirohallol və yaxud da benzol triol deyərik buna 1-2-3. Deməli, pirokatexin və pirohallol uyğun olaraq deyəcəyik. Gələk dostlar, bunların tez alınması məsələsində sizə çatdırım. Deməli, dostlar, fenolun sənaydə alınması. Birinci kumol üsulu deyə bir üsul var. Sonra daş kömürü qətranının distilləsindən alacaq. Təbii ki, burada reaksiya falan deməyəcəm sizə. Sonunuzda xlorbenzola natrium hidroksidən təsir eləməklə alacaq. Gəlin, bir-bir reaksiyalara baxaq. Kumol üsulu nədir? Dostlar, kumol üsulunda biz birinci, deməli, metil benzol alacaq. Bunun üçün də nə edəcəyik? Biz, baxın, belə bir maddə götürək. C6H5H. Əslində, şu olar, bu C6H6 deməkdir ya. Bunun üstünə gəlirəm mən propilen. Yəni, baxın, CH2, 2 qat rabitə CH, tək qat rabitə CH3. Buradakı hidrogeni göndərək bura. O zaman buradan bir rabitə açığa qalacaq. Və nəticə etibarıyla maddəmiz belə olacaq. C6H5, bax, ortadan birləşəcək CH. Bir dənə deyək ki, CH3 burada, bir dənəsi də burada. Bu maddənin adı izopropil benzoldur. Və sonra nə edəcəm? Bu izopropil benzol, və yaxud da biz buna kumol deyirik, həmin bu maddəni CH3, CH3 və burada da benzol nüvəsi, həmin maddəni biraz eybəcə yazın, dəyərli dostlar. Bunu biz nə edəcəyik, dostlar? Katalitik oksidləşdirəcək. Bu arada bu yanma deyil, katalitik oksidləşmədir. Və nə baş verəcək? Dostlar, deməli, belə bir şey olacaq ki, bu hidrogenlə benzol nüvəsi qoyduğunu fərqli rənglə çəkim. Bu hidrogenlə benzol nüvəsi ayrıca oksigenin birini götürəcək. Yəni, nə olacaq? Benzol nüvəsi OH. Belə bir şey olacaq. Və yerdə qalan oksigenlə də qalmış qalıq birləşəcək. Yəni, baxın, bu gördüyünüz qalıq da digər oksigenlə birləşəcək. Nəticə etibarıyla CH3, CH3, O alınacaq. Fikir verdinizsə,
həm fenol aldıq, həm də keton aldıq. Bu keton da asetondur və çox deməli əhəmiyyətli bir maddədir. Sonra dahası nə edəcəyik dəyərli dostlar? Biz deməli xlor benzola natrium hidroksidindən təsir edəcəyik. Bu məsələn belə bir maddəmiz var. C6H5 xlor. Bu xlor benzoldur. Bunun üstünə gəlirəm natrium OH. Nə baş verəcək dəyərli dostlar? Xlorla OH-ın yerini dəyişəcək. Alınacaq natrium xlor, üstünə gəlirəm C6H5OH, yəni fenol aldıq. Sizi təbrik edirəm. Dahası gözüm işıqları fenol necə maddədir? Fenolun fiziki özəlliklərinə baxacaq. Xarakterik iyi var. Rəngsiz, zəhərli kristal maddədir. Yəni bu bərk maddədir artıq. Dəridə gec sağalan yaralar əmələ gətirəcək. Və dəyərli dostlar, soyuq suda az həll olur, çox pis həll olur. Amma elə ki suyu biraz silsəz çox super həll olma qabiliyyəti var. Əla bir hidrogen rabitəsi əmələ gətirir. Ona görə çox yüksək qaynama temperaturuna malik maddədir. Gəlin bunun kimyəvi özəlliklərinə baxaq dəyərli dostlar. Deməli dostlar, fenol suda məhlul karbol turşusu adlanır. Təbii ki bu turşu deyil, buna rəmzi bir addır. Karbol turşusu adlanır. Fenolun OH qrupuna görə bəzi xassələri var. Özünə məxsus bir turşu xassəsi göstərir. Çox zəif turşu xassəsi göstərir. Amma hər halda bir turşu xassəsi göstərir. Deyirlər, deməli, harada qaldıq? Deyir ki, OH qrupuna görə fenol turşu xassəsi göstərir. Gəlin biz OH qrupuna görə, yəni bunun sanki bir turşu kimi buna yanaşacağıq, hansı xassələri göstərir, ona baxacağıq. Birincisi, fenol aktiv metallarla reaksiya daxil olur. Bu, deməli, spirtlərdə də belə deyək, populyar bir məsələ idi, bunda da həmçinin. Baxın, C6H5OH üstünə gəlirəm natrium. Natriumla hidrogenin yeri dəyişir. Yəni OH qrupundakı hidrogen. C6H5O natrium üstünə gəlirəm H2. Dahası və bu fenolyatdır, natrium fenolyat. Dahası bu qələvlərlə reaksiya daxil olacaq. Baxın, bir atomlu spirtlər daxil olmurdu, amma çox atomlu spirtlər və fenollar qələvlərlə reaksiya daxil olur. Yəni C6H5OH üstünə gəlirəm, deyək ki, məsələn, natrium OH. Yenə də eyni məntiqdir, natriumla OH qrupundakı hidrogenin yerini dəyişirik. C6H5O natrium üstünə gəlirəm, sadəcə H2O alınacaq. Yəni H2 çıxmayacaq. Dostlar, fenol o qədər zəif turşu xassəlidir ki, hətta zəif bildiyimiz karbonat turşusu belə onu duzundan sıxışdırıb çıxarır. Bir düşünün, C6H5O natrium, yəni fenol sevindiki ki, duz olmuşam. Nə baş verir? Bunun üstünə gəlirəm, karbonat turşusu, H2CO3. Bu belə onu duzundan sıxışdırıb çıxarır. Yəni alınır C6H5OH üstünə gəlirəm, natrium karbonat. Düşünün də, karbonat turşusu. Qeyri-üzü kimyada biz bunun üzünə belə baxmırdıq ki, sən də turşusanmı? Bu belə bunu duzundan sıxışdırıb çıxarır. Dəyərli dostlar, indi deyəcəyim reaksiyalarsa, fenolun deməli artıq benzol nüvəsinə görə olan reaksiyalarıdır. Dostlar, deməli, benzol nüvəsinə görə birincisi OH-ın təsirindən fenolda 2,4,6 vəziyyətində olan karbondakı hidrogenlər mütəhərrikləşirlər. Yəni, əvəz olmağa meyilli olurlar. Gəlin birinci fenolu, yəni OH, baxın, əslində bu belədir. Karbon, CH, 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 CH. Əslində, baxın, maddə biraz da açıq yazsaq belədir. Bunun üstünə gəlirəm bromlu su. Dəyərli dostlar, mən sizə yazıca salaram. Benzolun özü bromlu suyu rəngsizləşdirmirdi. Amma fenol olsa bromlu su ilə başqa cür davranır. Nə baş verəcək dəyərli dostlar? Deməli, burada söhbət adi şərətdən üzrə gedir. Burada 2,4,6 vəziyyətində olan. Bax, bunu 1 desək. 2, 3, 4, 5, 6. Məhz 2, 4 və 6 vəziyyətindəki karbonların hidrogenləri mütəhərrikdir. Yəni, əvəzlənə bilərlər. Tamam, əvəzlənə bilirlər. Əvəzləndilər özdə. Təbrik edirəm. Bu bromdan 3 mol götürürəm. Yəni, nə baş verir? Alınır 3 mol H brom və nə əmələ gəlir? OH, baxın, bu şəkildə brom, brom, brom. Tribrom fenol. Dostlar, bu növbəti reaksiyamızda nitrat turşusu ilə reaksiya aparacaq.
çox yaxın bir məntiqdir, eyni məntiqdir. Yenə də OH qrupu, yenə də benzol nüvəsi. Üstünə gəlirəm 3 mol nitrat turşusu. Burada nə əmələ gələcək dostlar? Yenə də 2, 4, 6 vəziyyətində olan hidrogenlər əvəzlənəcək. Nəticədə baxın belə bir şey olur. Deməli OH bizim bu fenolu yazaq. 3 dənə nitrat turşusu qallığını buraya yerləşdirəcəyik. Və dostlar bir də 3 mol su alacaq. Gözüm işıqları. Əmələ gələn bu maddə, bir dənə fikir verin, bax. Bu maddə fenoldur. Dırnaqarası karbol turşusu. Bu maddə nitrat turşusudur. Və alınan maddəyə də deyirlər 2, 4, 6 trinitrofenol və yaxud da pikrin turşusu. Bax, bu alınan maddənin adı pikrin turşusudur. Turşusu. Dostlar, deməli, təbii ki, bu turşu deyil, amma hər halda da pikrin turşusudur. Bu karbol turşusudur. Karbon demirəm, aşağılı deyirəm axırda. Karbol turşusu, bu da nitrat turşusu. Deməli, 3 dənə turşu adı deyilir. Bir dənə bu qaragül nitrat turşusu əsl turşudur. Qalanları turşu deyil. Bu arada pikrin turşusu qəşəng bir partlayıcı maddədir. Dahası, dəyərli dostlar, fenol bir də formaldehidlə polikondensasiya. Bu, otaq temperaturunda baş verən bir şeydir. Və fenol formaldehid qətranı alınır. Yəni, nə deməkdir? Baxın, mən fenolu biraz qəribə yazacağam. Yəni, belə bir şey deyəcəm. Bu OH qrupu fenolda olan hidrogenlərin ikisini bayıra çıxartacağım. Yəni, belə H. Bunları bayıra çıxardıram. Bizim, dostlar, formaldehid əslində belə yazılır. HCOH. Mən bunu da bir balaca qəribə yazacağım. Yəni, neyəcəm, dəyərli dostlar? Yazıram bunu. CH2O. Bax, belə bir şey eləyirəm. Nə baş verir uşaqlar? Baxın, buradakı hərəsindən təbii ki, M molekul götürürəm. Burada fərqləndirsə ki, M molekul götürək və dostlar, bunun hidrogenləri ilə bu oksigen birləşəcək və nəticə etibarı ilə N molekul su çıxacaq. Yerdə nə qalacaq? Fenoldan qalan qalıq, baxın, budur. Bu bizim fenoldan qalan qalıq. Formaldehiddən qalan qalıq da, baxın, budur. Bunlar qəşəng mötərizə alırıq, N deyirik. Buna deyilər fenol formaldehid qətranı və yaxud da bakelit. Dəyərli dostlar, belə bir şey var. Bu fenol formaldehid qətranı özü bir polimerdir. Və bu reaksiya polikondensləşmə reaksiyası adlanır. Ay müəllim, bu nə deməkdir? Dəyərli dostlar, yadınızda qalsın. Əgər polimerdən əlavə bir şey alınırsa, bizim misalımızda baxın, su alınıbdır. Buna deyərlər, deməli, polikondensləşmə reaksiyaları. Dahası, dəyərli dostlar, fenol deməli çirkab suların təmizlənməsi üçün istifadə olunacaq. Daha doğrusu fenolun özü əgər hansısa bir suyu çirkləndiribsə, onu biz deməli təmizləyəcəyik ilə manqan oksid və sulfat turşusu qarışığı ilə. Reaksiyamızda gördüyünüz kimi karbon qazına, manqan sulfatı və suya çevriləcək ki, bunlar da ziyansız maddələrdir. Sonra dahası biz bundan əlavə deməli fenolu aktiv kömürlə də təmizləyə bilərik. Çirkab sulardan, fenolla işlənmiş sulardan. Fenolun təyini məsələsi. Dostlar, fenolu təyin etmək üçün biz istifadə edəcəyik dəmir 3 xloriddən. Bir dənə fikir verin. Baxın, buradan hidrogenlə ferin xloru üçün bir dənə xloru birləşərək H xlor əmələ gətirib. Yerdə qalan qalıqları bir-birinə birləşdiririk. Bitdi. Bu qədər. Və bu, dostlar, bir bənövşəyi rəngdə bir məhluldur. Yazıram, bənövşəyi. Bənövşəyi rəngdə bir məhluldur. Nəhayət gəlir fenolun təyini məsələsi. Dəyərli dostlar, fenolun tətbiqi məsələsi. Dəyərli dostlar, fenol özü dedi ki, zəhərli maddədir. Bu mərkəzi sistemdə, böbrəklərdə, nə bilim, ürək qan damar sistemində bir problemlər yaradır. Amma bundan əlavə biz fenolu boya, dərman, partlayıcı maddə, məsələn, pikrin turşusunun özü və onun duzları. Sonra daha sonra fenoplast kimi istifadə edə bilərik, dəyərli dostlar. Yəni, fenol formaldehid qətranının əmələ gətirdiyi bir plastik kütlədir bu. Sonra daha sonra, dostlar, fenolun törmələri antiseptikdir. Və fenolu biz harda görə bilərik? Dostlar, qovaqda, söyüd qabığında, sonra zirə, nanə, qərənfil, mixəy, nə bilim, kəkotu, bu yağlarda, bibərdə də var. Ümumiyyətlə, saydığım qidaların dadına baxanda orada bir acı dad hiss olunur. O acı dadın əmələ gəlməsinin əsas səbəblərindən biri məhz bu fenoldur. Sonra dahası fenol törəmələri ümumiyyətlə bakteriyalara, onların fəaliyyətinə əməlli başlı mənfi təsir edir. Ona görə də qida maddələrini də
xarab olmasının qarşısını almaq üçün biz bunlardan istifadə edə bilərik. Sonra bir dənə uşaqlar fenoplastların özləri barəsində son məlumatları sizə çatdırım. Dəyərli dostlar, fenoplastlar nədir? Yəni fenoformaldeid qətranın əmələ gətirdiyi plastik kütlələr. Bunlar çox möhkəmdirlər, elektroizolyasiya xassəlidir və iki mənbələrə qarşı davamlıdır. Bu nə deməkdir? Yəni elektrik keçirməyəcəklər. Bunun deyək ki, məhsillərin üzərini, elektrik keçirən naqillərin üzərini bundan ötməyi mümkündür. Dahası bir də turşulara qarşı çox davamlıdırlar. Buna görə də dostlar biz bunlardan nələrdə istifadə edəcəyik? Eskalator pilləkənlərində istifadə edə bilərik. Hələm xarab olmayan şeylərdir. Sonra elektrik sayğaclarında istifadə edə bilərik, çünki elektrik keçirmirlər. Sonra elektrik ütülərdir, sonra elektrik mühərrikləridir, telefonlarda, fotoaparatlarda əsasən korpus hissələrdir, yəni əsas deməli hissələrdir. Bundan istifadə edəcəyik. Sonra yəni belə deyək də fenolun əməli başlı bir tətbiq sahəsi varmış. Dəyərli dostlar, diqqətiniz üçün təşəkkürlər. İnşallah növbətdə sizlə də görüşərik.